Alo, Elşad Bey, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun Zarmel. Buyurun Elşad Bey, eşidirik sizi bu məsələ ilə bağlı. Sizi və tamaşaçıları verilişdə iştirak edən şəxslərin hər birini Çox salamlayırıq. sağ olun. Orada ifadələr səsləndi, polis tərəfindən əsassız saxlanılma, həbs olunma məsələləri ilə bağlı. Xüsusilə diqqətə çatdırıram ki, bu ifadələri seçərkən, bu ifadələri danışarkən diqqətli olmaq lazımdır. Çünki hər bir şəxs barəsində prosesual icraat müvafiq qaydada uçota götürülür. Orada səsləndirilən xanımın barəsində qanunvericiliyə uyğun olaraq Xətai rayon polis dairəsinə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin istifadəsi ilə bağlı gətirilib və müvafiq ekspertiza təyin olunub. Həmin ekspertiza əsasında, yəni tibbi olaraq qanında narkotik vasitə, psixotrop maddə, metamfetamin aşkarlanıb. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə müvafiq olaraq 15 tutka inzibati tənbih tədbiri ancaq onun ictimai mövqeyi, şəxsiyyəti, ailə vəziyyəti nəzərə alınaraq 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bütövlükdə diqqətə çatdırıram ki, xüsusilə ictimaiyyət arasında tanınan şəxslər bu cür məsələlərdə diqqətli olmalıdır. Polis əməkdaşı hər hansı bir formada kiminsə sifarişini icra etmir və qanunvericiliyə uyğun olaraq daxil olmuş əməliyyat məlumatı və prosesual icraat, qanunvericiliyə toplanmış materiallar hazırda həm məhkəmənin arxivində var, həm Xətai rayon polis dairəsində müvafiq arxivdə var. Eləcə də təhqiqatı aparan şəxsin orada imzası var. Bəli, Elşad bəy, elə az öncə bu məsələlərdə diqqətli olmaq lazımdır. Bəli. Elşad bəy, elə az öncə vəkilimiz də bunu Arzu xanıma söylədi. Yəqin ki, o hissəsini siz eşitmədiniz. Burada bir məsələ Zarmel. Əgər xanımın hər hansı bir məsələ ilə bağlı, onun təhdid olunması, ona böhtana məruz qalması ilə bağlı aidiyyəti üzrə müraciət edə bilər. Təhqir böhtandırsa məhkəmə prezidiumidir və müvafiq qaydada toplanmış materiallara baxılmasına, hüquqi qiymət verilməsinə qanunverici ona tam hüquq və vəzifə verir. Ona görə də bütün hallarda bunlar şifahi formada yox, aidiyyəti üzrə qanunvericiyə uyğun olaraq bu məsələlər icraata yönəldilməsi təşəbbüskarın, yəni zərər çəkmiş tərəfin əgər belə bir hüququ pozulubsa müraciət etmək imkanları var. Azərbaycan Respublikasında heç bir vətəndaş hüquqsuz deyil, qanun var, hüquq var. Bu şəkildə hər bir vətəndaş təmin etməlidir. Təşəkkür edirik Elşad bəy, çox sağ olun, zənginizə görə minnətdarıq.